Salam, mən Könül. Kanalıma və videoma xoş gəldin. Bu videoda universitetin gerçəkləri haqqında danışacağıq. Birinci saat dərsim yoxdur, universitetə getməliyəm bundan sonra. Ona görə dedim, bu vaxtı dəyərləndirim. Diş həkiminə gəlmişdim saat 12-də və boş vaxtımı dəyərləndirmək üçün videonu çəkirəm. Planım falan əvvəldən hazırlamışdım, sadəcə vaxt tapa bilmirdim videonu çəkmək üçün. Nəysə. Elə bir ortam seçmişəm ki, hər tərəfdən maşın gəlir, adamlar gəlir. Deməli, mən birinci kursu bitirəndə, hardasa iyul ayları falan idi. Mən universitet haqqında video çəkmişdim. Birinci kurslara tövsiyə videosu. Halbuki universitet haqqında heç bir şey bilmirdim mən heç vaxt. Çünki birinci kursdan nə bilə bilərsən ki, tam olaraq nələr olacaq, nələr görəcəksən universitetdə. Cəsarət edib bu videoda baxa bilmədim. Çünki dediyim şeyləri görmək istəmədim. Düzdür, orada daha çox biraz daha hesablama falan məsələlərindən danışmışam. Sadəcə kiçik bir hissəsini o sosial mühitdən falan ayırmışam videonun. Məsələn, demişəm ki, universitetindən məktəb demək olar ki, eyni şeydir. Halbuki heç bir əlaqəsi yoxdur. Çox fərqli şeylərdir həqiqətən. Çünki məktəbdə biraz daha səmimiyyət, daha belə şirinlik var, amma universitet vaxtı o səmimiyyət olmur. Universitet biraz daha belə mübarizə meydanı kimidir. Məsəl, müəllimlərlə tələbələr arasında münasibət. Müəllimlər biraz daha tələbələrə məsafə qoyurlar. Məsələn, sizin məktəb vaxtı çox belə sevdiyiniz, favori müəlliminiz var idi. Böyük ehtimal ki, siz də sevən bir müəllim var idi, çox istəyən yəni. Amma universitetdə bu olmur. Şəxsən məndə belə bir şey yoxdur. Ən çox istədiyim müəllim ola bilər, amma o bir müddətlik olur da. Çünki müəllimlər semestrdən semestrə də dəyişir. Bəlkə də ondan asılı olaraq müəllimlə tələbə arasında ola bilər ki, o səmiyyət yaranmır. Amma bir ciddiyyət var da, yəni. Həm də müəllimin özü tələbəyə qarşı bir məsafə qoyur. Universitetdə qrup yoldaşlara güvənmək olmaz. Məktəbdə biraz daha uşaq olursan, daha bu hissəni bilmirəm, necə izah edim ciddən. Yəni, universitetdə qısacası səmimi olmur. Səmimi ola biləcəyin çox az insan olur. Birinci kursda deyirsən, hər kəs çox yaxşıdır, çox mehribandır, tam istədiyim qrup yoldaşlar, səmimi ortam. Amma ikinci kursda, üçüncü kursda yavaş-yavaş görürsən ki, o ortam deyil. Yəni, kimsə kiminsə arxasından iş çevirir və yaxud da öz sıxırları üçün hansısa bir hərəkət edir. Güvənmək olmaz heç kimə. Bəzi tələbələr var, fikirləşir ki, mən sakit olsam, müəllim mənə yüksək qiymət verəcək. Amma müəllim o tələbələrə əksinə düşünürəm ki, biraz daha aşağı qiymət verir. Çünki onlar sakit olduğu üçün müəllim onlara qiymət verəndə durub səslərini çıxara bilmirlər ki, müəllim mənə niyə aşağı qiymət verdiniz? Müəllim də əlbəttə ki, bütün tələbələrə yüksək qiymət verə bilməz. Buna görə də aşağı qiymət verməli olduğu tələbələr var. Və o tələbələr də sakit tələbələrdir. Ona görə də sakit olduğum müəllim mənə yüksək qiymət versin falan. Yəni, bunu düşünməyin. Düzdür, qiymətiniz yəni 7 falan məsəl verə bilər yəqin ki. Buna razısınızsa həmsi. Amma 9-10 belə şeylər gözləməyin. Çünki siz nə qədər haqqınızı tələb etsəniz, nə qədər çox səs çıxarsanız, müəllim o tip tələbələrin qiymətini yüksək tutar. Belə bir şey də var ki, sizin yüksək qiymət almağınız üçün çox möhtəşəm bir şəkildə oxumağa ehtiyacınız yoxdur. Düzdür, bu müəllimdən müəllimə də dəyişir. Bəzi müəllimlər var ki, həqiqətən tələb edir ki, sən hər şeyi möhtəşəm şəkildə oxumalısan. Bəzisi var ki, deyir, babat oxu, yəni sənə yüksək qiymət verəcəm. Hər müəllimin tələbi fərqlidir. Ona görə də siz də müəllimlərin tələbinə uyğun olaraq hərəkət etməlisiniz. Amma ümumi deyə bilərəm ki, əsas odur, aktiv olun. Yəni, aktivliyi göstərən sinifdə müəllim sizin mütləq qiymətinizi yüksək tutacaq. Məsələn, suallara cavab verin, nə bilim, arada sırada dərslərə çıxın falan. Yəni, bu kifayət edəcək. Durub dünyanı dağıtmağa ehtiyac yoxdur, yəni yüksək qiymət almaq üçün. Birinci kursda mən də belə fikirləşirdim, yüksək qiymət almaq üçün yəqin ki, çox çalışmalıyam falan, amma ehtiyac yoxdur o qədər də abartmağa. Universitetdə belə bir problem var ki, bəzi müəllimlər göründüyünə fərqli çıxa bilərlər. Bu müəllimdə başıma gəlmişdi. Bir müəllimə güvəndim, sonra qəşəng zərbə yedim. Sizə çox şirinlik göstərən, əsla kəsmələn falan bu tip sözləri deyən bəzi müəllimlər ola bilər. Böyük ehtimal ki, onlar imtahan vaxtı nələrsə edəcəklər. Yəni, imtahan vaxtı gələndə bəzi müəllimlər niyəsə tələbənin əleyhinə işləyir. Tələbəni kəsir, bilmirəm. Bundan bəzi müəllimlər deyəsən zövq alırlar. Yəni,
əsas odur. Hayda. Yəni demək istədiyim odur ki, müəllimə 100%lik güvənməyin. Müəllim sizin qiymət almağınızda bəzi müəllimlər köməklik edəcək, sizin istədiyiniz dərəcə, əlaçı, yarım əlaçı falan sizə köməklik edəcək bəzi müəllimlər. Amma bəzi müəllimlər də dediyim kimi tələbənin əleyhinə işləyirlər. Bu sözü mən o qədər eşitirdim ki, universiteti bitirən tələbələrdən, insanlardan. Deyirlər ki, universitet vaxt o qədər sürətlə keçir. Həqiqətən də düzüymüş. Mən birinci kursda universitetin qapısından içəri girməyim hal-hazırda elə 100%lik bir şəkildə yadımdadır. İndi 3-cü kursda oxuyuram. Vaxt həqiqətən də çox sürətlə keçir universitetdə. Deyirik ki, bu il qalsın, deyəlim, dil öyrənirsiniz. Gələn öyrənərəm. Zaten vaxtım var, gələn öyrənərəm. Gələn il və bir də baxmısınız ki, bitirirsiniz bu universiteti. Məndə də çox şey belə oldu. Dedim, etməyə çalışdım. Sadəcə belə beynimdə də keçirdi ki, mənim vaxtım var da zaten. 2-ci kurs var, 3-cü kurs var, hələ 4-cü kurs var. Amma artıq 3-cü kursdayam. Beyninizə yerləşdirin ki, məsələn, bu kursda nə edəcəm, 2-ci kursda nə edəcəm, 3-cü kursda nə edəcəm. Bunları beyninizə yerləşdirin və edin. İndi də məsələn eşidirəm deyirlər ki, 4-cü kursu bitirəndən sonra artıq siz bir yetişkin olasınız və siz nəsə etməyə, deyəlim, dil öyrənmək. Sonra nə deyə bilərik? Ancaq dil öyrənməkdən tutmuşam, ötürmürəm. Nə etmək istəyirsiniz də ümumiyyətlə? Vaxtınız olmayacaq, məsuliyyətiniz artacaq deyirlər. Lənət olsun. Yaşamaq istəmirəm bunları. Mən birinci kursda oxuyanda əlaçı olmağı gözümdə o qədər böyüdürdüm. Daha doğrusu heç yarım əlaçı da deyildim. Yarım əlaçı olmağı gözümdə o qədər böyüdürdüm ki, məsələn, fikirləşirdim ki, əlaçı olmaq üçün mən böyük ehtimal səhərdən axşama qədər oxumalıyam. Amma hal-hazırda mən əlaçıyam. Və keçən semestrdə əlaçı olmuşdum, bu semestrdə əlaçıyam. Dostumla söhbət edirdik. Deyirdik ki, bir-birimizə niyə əlaçı olmuruq biz, niyə adi stipendiya salırdıq. Deyirdik ki, niyə adi stipendiya salırıq ki, biz yarım əlaçı ola bilərik. Əvvəlcə yarım əlaçı deyirdik. Ondan sonra imtahan vaxtı gələndə həqiqətən oxumağa başladıq. Əslində adi olanda heç oxumağa o qədər də baş qoşmurdum. Çox da cəhd göstərmirdim oxumaq üçün. Çünki deyirdim, böyük ehtimal mən çox səy göstərməliyəm ki, əlaçı olum ya da yarım əlaçı olum. Amma biraz oxuduq yarım əlaçı olmaq üçün. Sonra olduq. Özü ikimiz də olduq. Bizdə hər şey elə bir ki, eyni səviyyədə gedir. Adi, yarım əlaçı, əlaçı. Sonra imtahan vaxtına yaxın yenə başladıq bu haqda söhbət eləməyə ki, biz niyə əlaçı olmuruq, yarım əlaçı olmuşuqsa əlaçı da ola bilərik, sadəcə gözümüzdə böyüdürük və həqiqətən də problem buymuş, sadəcə gözünüzdə böyüdürsünüz ki, çox böyük bir şeydir, mən necə olum falan. Amma olduq. İndi taktikalar falan deyim sizə, bir-iki dənə, bilmirəm, bu universitet dəyişə bilər. Əvvəllər məsələn nə səhvliklər edirdim, onları deyim. Götürürdüm hər sual üçün bir dənə A4 doldururdum. Bir dənə A4 olmasa, yəni bir dənə A4-ün deyəlim ki, bir üzü olaraq fikirləşin. Doldururdum, deyirdim ki, yəni çox yazmalıyam ki, müəllim mənə yüksək qiymət versin. Və fikirləşin, müəllim deyəlim 80 sual və yaxud da 100 sual veribdi. Və sən 80 dənə vərəq hazırlamısan və onların hamısını da öyrənməlisən. Və imtahan vaxtı gələndə mənim bütün hər şey ağlımdan çıxırdı. Niyə? Çünki o qədər sualı ayrı-ayrılıqda, hamısını ayrıca sual cavab yazmışsan və onları yadda saxlamaq o qədər də asan deyil. Plus da ki, belə bir şey var, başa düşmədiyim şeyləri əzbərləyirdim. Həm də ingilis dilində olduğuna mənim ixtisasım, yəni, çox çətin olurdu. Yəni, ingilis dilində nə qədər şey əzbərləyib gedirsən, başa düşmədən, bu nə deməkdir? Bu əlbəttə ki, sənin yadından çıxacaq. Ondan sonra necə etdim? Məsələn, necə etdim, əlaçı oldum. Deyəlim, müəllim 80 dənə sual veribdi. Mən o sualları götürürəm. Oxşar suallar vardı, böyük ehtimal ki, o suallar arasında. Oxşar dedim, yəni eyni suallar yox, oxşar suallar. O oxşar sualları götürürəm, qruplaşdırıram. Sualın sayı gəlir hardasa 20-25-ə və bu 20-25 sualda oxumaq, yəni olar da, yəni. O 20-25 sualı oxuyurdum və onların cavabında başa düşərəkdən yazırdım. Götürüb əzbərə nəyisə yazmırdım, sonra demirdim ki, amma bunu zaten əzbərləyəcəm, yadında qalacaq. Yox, əzbərləsən yadında qalmayacaq zaten.
başa düşməyə ehtiyac vardı. Oxşar sualları yazır. Oxşar suallar yazanda müəllim də zaten şübhələnmir ki, bu adam bu sualı götürüb, demək ki, bunun biliyi çoxdur ki, bu suala bu qədər geniş bir şəkildə cavab yazıb da. Yəni sualların uzunluğu müəllimdən asılı olur. Məsələn, bəzi müəllimlər deyir ki, mənim üçün əsas keyfiyyətdir. Bir A4-ün yarısı qədər mənə bəs elədi sualın uzunluğu. Bəziləri deyir ki, yox, mənə gərək upuzun yazın, hər şey haqqında yazın. Bu müəllimə dəyişir. Artıq siz özünüz onu təxmin etməlisiniz, müəllimin özündən soruşmalısınız ki, necə yazmaq lazımdır. Nəticə olaraq sizə bunu demək istəyirəm ki, universitet sizə təhsildən daha çox sizi gələcək həyat üçün hazırlayır. Yəni biraz daha universitet məktəbdəki kimi cıvıl-cıvıl bir ortam deyil də, sizi biraz daha sarsacaq, zərbə indirəcək bir ortamdır. Bu gün o qədər gözəl bir gündür ki, bilmirəm niyə. Fərqinə varmayacağım, dərsə gec qalacağam, sonra qayb olacağam. Günüm məhv olacaq. Nəysə. Ümid edirəm ki, sizə köməklik edə bildim. Gələcək universitet həyatımız üçün. Bu qədər idi video. Növbəti videolarda görüşərik. Sağ olun.